Narın da öz özəlliyi odur ki, gözəl qulluq sevir. Şarab hazırlayırıq, nardança hazırlayırıq, onu plovla yeyirlər. Bir-bir ağaclardan dərilən meyvələr əvvəlcə vedrələrə, daha sonra isə sahədə gözləyən traktorların qoşqusuna yüklənir. Proses sadə görünsə də kifayət qədər diqqət və zəhmət tələb edir. Göyçayda narın bir neçə növü mövcud olsa da, amma əsasən kəndlilər, fermerlər narın gülövşə sortuna üstünlük verirlər. Çünki gülövşə növü nar həm yerli, həm də xarici bazarlara rahatlıqla çıxarılır, eyni zamanda sərfəli qiymətə satılır. Ötən illə müqayisədə bu il qiymətlər fermerləri qane etsə də, məhsuldarlığın aşağı olması ürəkaçan deyil. Əsas tələbat şirin, balamürsəl, şıxabala, vüləş və gülövşə sortlarınadır. Qiymətlər 60 qəpikdən 8 manata qədər dəyişməkdədir və son günlər bahalaşma müşahidə olunur. Hər il olduğu kimi nar bağında işləyirik. Yazdan başlayır bizim nar bağımız. Su varması, yaşıl budaması, quru budaması, dərmanlaması, nar ağaclarının arasının traktorlarla təmizlənməsi, hər bir işlər. Ümumiyyətlə nara deyirlər, nar asandır, amma asan deyil. Narın da öz özəlliyi odur ki, gözəl qulluq sevir. Bəli, biz nara gözəl qulluq da eləyirik. Diblərin, yaşıl budamaların vururuq, quru budamasını vururuq, dərmanların veririk. Necə lazımdır nara qulluq eləyirik. Artıq payız fəslidir. Yəni bu payız fəslində bizim, yəni Göyçay narı dillə deyilir. Bizim payız fəslində payız fəslimizin ən gözəl özəlliyi də bizim Göyçayımızın nar bağlarıdır. Biz də həmin bu nar bağlarında işləyib, zəhmət çəkmişik. Bu il şükür ki, gözəl bəhrəsi var. Gözəl meyvələrimiz var, yetişdirmişik, bəhrəsi də var. Narın özəlliyi, ən gözəl özəlliyi də odur ki, yəni həm çətin, həm hasand özəlliyi odur ki, narı zədələmədən, qırmadan, zədələmədən, budaqlara ziyan vurmadan narlar yığılmalıdır. Bir-bir yığılıb, yəni öz qablarına təhvil verilməlidir. Digər meyvələrdən narın əsas özəlliyi fərqi nədir? Bizim Göyçayımızın narı dillə deyilir də. Bu hər yerdə dillə deyilir gözəl narımız. Bizim bu narlarımız, həm bundan biz şərab düzəldirik, həm soklar çəkilir, həm nardança deyirlər. Belə keçmiş dədə-baba dilində bu nardança deyirlər. Bizim plovlarımızla yeyilir, bu nardança düzəldilir. İnşallah ki, bu nar yığımını başa çatdırıb, Allahın izni ilə başlayacağıq şərab düzəltməyə, nardança düzəltməyə, nar sokları düzəltməyə. Yəni, çox gözəl keyfiyyətlidir Göyçayın narları, dillə deyilir. Şirə zavodları da bu məhsulun qəbuluna başlayıb. Xatırladaq ki, narçılıq Göyçayda kəndlərin əsas gəlir mənbəyidir. Xüsusilə Bığır, Alxasafa və Qarayazı kəndlərində bu sahə daha çox inkişaf edib. Hazırda rayonda minlərlə hektar nar bağı mövcuddur. Hər il yeni tinklər əkilir. Artıq payız fəslidir. Biz o payız fəslində olan nar məhsulunu yığırıq. Hər fəslin özünün meyvəsi var. Biz də olduğu kimi bu meyvəni məsələn özümüz yığırıq. Biz onu elə yığırıq ki, məsələn ağacı zədələmədən, ondan nətər deyim, özünün məsələn məhsulun təmiz dərib məsələn keyfiyyətlə yığırıq. Nə deyim mən? Ümumiyyətlə nar məhsulu necədir? Bununla ailə dolandırmaq mümkün olmur. Nardan nələr hazırlayırsınız? Nardan biz şarab hazırlayırıq, nardança hazırlayırıq, onu plovla yeyirlər. Nə soklar hazırlanır. Yəni narın nə cür hərəkəti varsa, növləri varsa, ondan hər şey hazırlamaq olur.
Qeyd edək ki, Göyçay narı zəhmətin, halal ruzinin və bolluğun rəmzidir. Bu gün Göyçay narı Azərbaycanın hüdudlarını aşaraq dünyanın bir çox ölkələrinin süfrəsini bəzəyir. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Denas TV üçün.